Hər vaxtınız xeyir. 2008-ci ildə gənc bir tədqiqatçı olaraq araşdırma aparmışdım beynəlxalq münaqişələrlə bağlı və onların bəşəriyyətin gələcəyinə vura biləcəyi zərərlərlə əlaqədar və belə bir qənaətə gəlmişdim ki, artıq apokalipsis bəşəriyyətə çox yaxındır. Hadisə və proseslər bu cür inkişaf eləsə, mənfi mənada, o zaman həqiqətən bəşəriyyətin gələcəyi ciddi təhdidlər altındadır. Dünyadakı bir sıra münaqişələr araşdırmışdım, o cümlədən Dağlıq Qarabağ münaqişəsini və bir sənəd, məruzə tipli bir sənəd hazırlamışdım. Və əsas gəldiyim nəticələrdən biri bundan ibarət idi ki, beynəlxalq təhlükəsizlik arxitekturası yenidən ciddi sürətdə nəzərdən keçirilməlidir və BMT-nin roluna xüsusi diqqət yetirilməlidir. Və ikincisi, beynəlxalq hüququn əhəmiyyəti, rolu, önəmi artırılmalıdır beynəlxalq birlik tərəfindən. Təbii ki, bu gənc bir tədqiqatçının fikirləridir. O zamanlar sosial şəbəkələr indiki kimi geniş vüsət almamışdı və mən artıq Facebook istifadəçisi idim və Facebook o zaman daha çox təzə dəbə minirdi bizim ölkədə. Facebookda paylaşmışdım. Bir qəzetdə, lokal tipli bir qəzetidir. Oxucu sayı da, tirajı da çox az idi. Dərc elətdirmişdim. Və biraz daha sonra, bir neçə, 5 il sonra, 2013-cü ildə mən bu məruzəni bir neçə universitetə göndərdim və təhsil almaq niyyətindən. Belçikanın KU Leuven Universiteti maraq göstərdi və indi mənim bildiyim tərəfə budur, hadisənin gümanlarıma görə pərdə arxası da var. Bu barədə hər hansı bir mülahizə irəli sürmək istəmirəm. Və Belçikanın KU Leuven Universitetinin bir qrup professoru bu məruzəni qəbul etdilər və mən dəvət aldım. Belə bir proqram var. Hazırda da universitetdə, KU Leuven Universitetində belə bir proqram var, tədris olunur. Magistr dərəcəsi almaq istəyən tələbələr də müraciət edə bilər. Cəmiyyət, hüquq və din məsələləri üzrə magistratura pilləsi. Yəni bu məsələlər, bugün üzləşdiyimiz vəziyyət, bilirsiniz ki, regionumuzda vəziyyət gərgindir. Əvvəlcədən görülürdü. Mənim ciddi bir iddiam yoxdur, kifayət qədər sağlam yanaşıram hadisə və proseslərə. Mənim işim budur. Azərbaycan dövləti bu istiqamətdə yetişdirib bir qrup insanı, onlardan da vaxtilə mən çalışmışam, mən bu sahədə fəaliyyət göstərmişəm. Təhlükəsizlik məsələləri üzrə ekspert olaraq. Bu proseslər öngörüləndir. Yəni, o qədər mürəkkəb bir proses deyil. Bunun üçün peyğəmbər falan olmağa gərək yoxdur. Və hazırda görürük ki, BMT də tamamən kənarda qalıb. Beynəlxalq hüquq ilə bağlı, ümumiyyətlə hüquqla bağlı çox ciddi dünyada böhran yaşanır. Və belə bir şəraitdə təbii ki, hər kəs
gücü yetən qədər haqlarını müdafiə edə bilir. Biz təbii ki, beynəlxalq müstəvidə danışırıq, dövlətləri mən nəzərdə tuturam. Nəticə etibarilə də bugün üzləşdiyimiz bax bu kifayət qədər mürəkkəb geosiyasi duruma biz gəlib çıxmışıq. Çıxış yolları hadisədən varmı? Təbii seçmə qanunu. Güclülər bu vəziyyətdən maksimum fayda ilə çıxacaqlar. Bu təbii bir şeydir. Və dərs çıxarmaq öncəki hadisələrdə, buna bənzər proseslərdən təəssüflər olsun ki, insanlar, bəşəriyyət, hətta dövlətlər dərs çıxarmaqda çox gec davranırlar. Həddindən artıq gec. İndi mən o hadisəni, o araşdırmanı işləmişdim, hazırlamışdım. Burada məqsədim özümü tərifləmək və yaxud mən demişdim, bunu əvvəlcədən söyləmişdim. Bu kimi iddialarım yoxdur. Bu kifayət qədər cəfəng bir mövqedir. Komanda oyunu gərəklidir. Bu cür vəziyyətlərdən maksimum fayda ilə çıxmağın ən ümdə yolu komanda oyunudur. İndi bu məruzəni vaxtilə mən hazırlamışdım. Təbii ki, başqa insanlar da, başqa mütəxəssislər də var idi. Bir komanda olaraq fəaliyyət göstərmək daha ümumi işin daha xeyirli olardı. Və söhbət ondan gedir ki, bir alim, bir tədqiqatçı hansısa ideyaları irəli sürə bilər, təkliflər verə bilər. Amma bu təkliflərin də icrası, realizəsi alimdən asılı deyil, tədqiqatçıdan asılı deyil, araşdırmacıdan asılı deyil. Burada artıq iş adamları, sözü keçən insanlar, nüfuzlu insanlar, əlində real güc olan, cəmiyyətdə hörməti edilən, cəmiyyət tərəfindən sayılan, seçilən adamlar, elita, belə məsələlərdə kifayət qədər aktiv və ciddi, zamanında artıq gecdir, aktiv rol oynamalıdır. Təəssüflər olsun ki, məsələn, bizim cəmiyyət belə deyil. Mən yaxşı xatirimdədir. Kifayət qədər mənə maneələr oldu, problemlər oldu, hətta təhdidlər oldu. Hətta məni ora-bura işləməkdə agentlik, filan, casusluq, bilirsiniz, belə şeylər elmi dairələrdə də belə şeylər kifayət qədər yayılıb. Təəssüflər olsun ki, yox, o kimdir deyir, hardan bilir və yaxud mən daha öncə demişdim. Bu məsələlərdə də durum artıq o döngəsi olmayan bir nöqtəyə gəlib çıxandan sonra artıq nə desək, nə yazsaq, vəziyyət dəyişmir. Zaman çox önəmlidir. Hər şey zamanında reaksiya vermək lazımdır və bəlkə də o həmişə mənim bəzi materiallarım da var, yayımlarım da var xoşbəxtliklə bağlı. Xoşbəxtliyin bir neçə açarı var. O açarlardan biri də zamanın nəbzini tuta bilmək və zamanında tədbirlər almaqdır. Sağlıqla qalın.